Həmd olsun aləmlərin Rəbbinə. Salat və salam olsun Peyğəmbərimiz, onun əhli beyti və əshabına. Dəyərli izləyicilər, mövzumuza keçmədən öncə qeyd edim ki, bu video nə olur olsun, yetər ki, kefdamaq olsun düşüncəli insanlar üçün deyil. Bu video mən müsliməm, yəni iradəmi Allaha təslim etmişəm. Rəbbim Allahdır, ilahım Allahdır. Mən Rəbbimin mənə təyin etdiyi həyat proqramı ilə yaşamaq istəyənlərdənəm deyənlər və yaxud yanlışları doğru bilərək yaşayanlar üçündür. Uzun sözün qısası, bu video nəfsini deyil, Allahı, Rəbb, ilah qəbul edənlər üçündür. Mövzumuz Novruz bayramıdır. Novruz, fars, pers dilində təzə gün deməkdir. Yaxın Şərq, Orta Asiya və Qafqazda yaşayan bəzi millətlərin günəş təqviminə görə yeni ilidir. Tarixi bəşəriyyətin ta qədim dövrlərinə dayanır. Əhəmənilər imperiyasında Novruz, yəni Zərdüştlük dini bayram kimi rəsmiləşdirilib. Bu bayramı hətta İslam dini gəldikdən sonra belə qeyd etməyə davam etmişlər. Hal-hazırda bu bayram yaz günlərinin birləşməsi vaxtı, yəni 20-21 martda qeyd olunur. Adda müslimlər, yəni dili ilə Allaha təslim olub da, əməlləri ilə Allaha təslim olmayanlar, nəsranilərin yeni ilini fırladıb kef, damaq edə bilmədikləri zaman, növbəti cəhdlərini Pers, qədim Fars təqviminə baş vurmaqla həyata keçirmək istəyirlər. Hətta bu bayramı İslama aid etmək istəyənlər və ya gözəl adlandırmağa çalışan dırnaq arası din xadimləri də var. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm boş yerə deməyib ki, vaxt gələcək, kərtənkələ deşiyinə girsələr belə, siz də onların arxasıca düşəcəksiniz. Yəni, hər etdiklərini eynən təkrarlayacaqsınız. Novruzu əsasən o millətlər qeyd edir ki, İslamın gəlişindən öncə Pers imperiyasının qanunları ilə yaşayırdılar. Və İslamdan öncə onların dini Zərdüştlük olub. Bəli, yəni atəşpərəstlik. Bugün Novruz əsasən İran və bəzi türk dilli millətlər arasında qeyd olunur. Novruzun qeyd olunmasının İslam ilə heç bir əlaqəsi yoxdur. Toplu halda qeyd olunan bu bayramda cahilcə mahnıların, rəqslərin, ən əsas da böyük tonqalların olması sizi təəccübləndirməsin. Çünki bu bayram oda sitayiş edənlərdən gəlib. Bəs yaxşı müslimlər, belə bayramlarda nə etməlidirlər? Təbii ki, Rəbbimizin buyurduğu kimi Allah Rəsuluna müraciət etməliyik. Baxmalıyıq, o bu məsələlərdə bizə nə söyləyib. Və Rəbbimizin də söylədiyi kimi, onun qərarları ilə razılaşmadığımız təqdirdə iman gətirmiş olmarıq. Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin Novruz bayramı günü ilə Mehracan günü adlandırdıqları, bu günlərdə əylənib oynadıqları 2 günləri var idi. Allah Rəsulü sallallahu aleyhi və səlləm bu günlər nədir deyə soruşdu. Cavab olaraq Mədinəlilər İslamdan əvvəl, yəni cahiliyyət dövründən ta bu günə qədər bu günlərdə oynayıb əylənirik dedilər. Bunu eşitdikdə Allah Rəsulü sallallahu aleyhi və səlləm onlara belə buyurdu. Şübhəsiz Allah-u Teala sizə o 2 günün əvəzinə daha xeyirli olan 2 bayramı, yəni dünya və axirətdə daha xeyirli olan 2 bayramı bəxş etdi. Bunlar da Qurban və Ramazan bayramıdır. Yasrib, yəni Mədinə əhlinin İslamdan öncə qeyd etdiyi bayram Novruz və Mehracan olub. Novruz perslərdən gələn bir bayramdır. Günəş Qoç bürcünə keçid edəndə qeyd olunurdu. Mehracan da Pers sözü olan Mahrikendən yaranıb. Günəş ili, günəş təqviminin aylarından biridir. Mehracan payızda qeyd olunurdu. Günəşin tərəzi bürcünə keçid etdiyi zaman. Perslərin bu bayramı qeyd etməklərinə səbəbi odur ki, bu günlərdə gecə ilə gündüzün vaxtı eyniləşir. Yasrib xalqı bir çox məsələdə perslərə oxşayırdı və onlardan bir çox adət-ənənə götürmüşdülər. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm müslimlərə qeyri-müslim bayramları qeyd etməyi qadağan edir. İndi təxmini baxaq, bizim zamanımızda Novruzu necə qeyd edirlər? Novruza hazırlıq əsasən təbiətin canlanması ilə əlaqələndirilir. Evlər təmizlənir, yerlər silinir. Düşünülür ki, bu zaman xeyirli mələklər kimin evi daha təmizdirsə, ora ruzi bərəkət gətirəcək. Mütləq bir şəkildə bu bayramın atributlarından biri də bişmələrdir. Günəşə bənzər bişmələr, şəkər buralar, şor qoğalılar, paxlavalar. Boyanmış yumurtalar keçən ilin rəmzini təmsil edir. Səmənilər, sönməsinə imkan verilməyən şamlar, günahların təmizlənməsi üçün ətrafında fırlanılıb, üzərindən hoppanılan tonqallar, hansı ki əvvəlki ilin günahlarını təmizləyəcəyi düşünülür.
Sonra fala baxmaq və yaxud qulaq falı da Novruzun əsas atributlarından biridir. Qulaq falı, hansı ki həm insanların şəxsi həyatını dinləyərək qul haqqına girilir, həm də Allahın haqqına. Çünki qulaq falına çıxan bir adam fikirləşir ki, görüm gələn ilim yaxşı olacaq yoxsa pis. Halbuki Allah Əzzə və Cəllə buyurur, Allah sizə qeybi də bildirən deyildir. Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilməz. Bütün bunlara baxmayaraq bəziləri deyir, yox xaincə qonşumun şəxsisinə qulaq asaraq mən də qeybi biləcəm. Allah Azza və Cəllə buyurur, fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq olun ki, bəlkə nicat tapasınız. Tonqalın üzərindən tullanarkən ağırlığım, uğurluğum burada qalsın sözü şübhəsiz bir çoxumuz tərəfindən gözəl bilinməkdədir. Halbuki Uca Allah buyurur, əgər Allah sənə bir zərər yetirsə, ondan başqa heç kəs bunu dəf edə bilməz. Əgər o sənə bir xeyir yetirsə, buna da heç kəs mane ola bilməz. O hər şeyə qadirdir. Subhanallah, bu əməllər çox böyük şirk və küfürdür. Hələ kəndirbazlıq oyunu müşriklərin sirat körpüsünü təmsil etmək və İslamın dəyərlərini lağa qoymaqdır. Allah Azza və Cəl buyurur, de ki Allah onun ayələrinə və peyğəmbərinə mi istehza edirsiniz? Üzr istəməyin, siz iman gətirdikdən sonra təkrar kafir oldunuz. Subhanallah, hələ nə küfürlər var bu bayramda. Yəni hamımız uşaq vaxtlarımızda bunları qeyd etmişik. Xatırlayıram, Şəkidə tonqal qaladığımız zaman üstündən tullayırdıq, ağırlığım, uğurluğum, fala baxmaq, hər cür cahilcə hərəkətlər edirdik. Bütün bunları edərkən bu boyda Şəki territoriyasında, bu boyda məhəlləmizdə cəmi bir insan var idi, yaxınlaşırdı ki, bunları etməyiniz Allahın qəzəbinə səbəb olacaq. Belə şeylər İslamda yoxdur. Biz də təbii ki, yerə geç buradan, gör nə danışacaq, geridə qalıb, nə, dərinə getmə falan filan. Yəni qəlbimiz möhürlü bir şəkildə yaşayırdıq. Allah həmd olsun ki, Rəbbimiz bizlərə də hidayət nəsib etdi. Adama deyirsən, bu Allahın qəzəbinə səbəb olacaq bir əməldir. Tərk et bunu. Deyir, uşaqlar da əylənir. Allahın qəzəbi heç nədir bu insan üçün? Əsas uşaqlar əylənsin. Novruz bütpərəstlərin, atəşpərəstlərin bayramıdır. Və bu küfür bayramları tək ilahlıq inancına qarşı gəlirlər. Əgər Allaha iman gətirən bir kimsə bu bayramı öz bayramı kimi qəbul etsə, deməli o bütpərəstlərin ən pis halları ilə razılaşır. Əgər o bu bayramın hamısını deyil, müəyyən rəmzlərini qəbul edirsə, məsəl üçün təbrikləri qəbul etmək, bu günə xas müəyyən yeməklər bişirmək və yaxud hansısa bir hazırlıq görmək, demək o da küfrün yarısı ilə razılaşır. Rasulullah sallallahu aleyhi və səlləm buyurub ki, kim bir millətə bənzəməyə çalışarsa, o da onlardandır. Subhanallah, yəni sən artıq İbrahim millətindən olmazsan, onlardan olarsan. Allah qorusun, qiyamət günündə onlarla bir yerdə həşr olunub, onlarla bir yerdə dirildilərsən. Alimlər, siddiqlər, şəhidlər, möminlərin arasında həşr edilmək varkən, niyə kafirlərin arasında həşr ediləsən ki? Bir müslim üçün Ramazan və Qurban bayramlarından başqa bütün bayramlar onun ayaqları altındadır. Qürurlu bir şəkildə onlardan üz döndərər. Rəbbimin mənə təyin etdiyi mənim üçün kifayətdir söyləyər. Çünki bir müslim həyat proqramını Allahdan alar və bunun üçün də qüruru duyar. Şübhəsiz seçim sizə qalıb. Sonunda hüzuruna qayıdacağınız Rəbbinizə itaətkar olmaq və ya olmamaq. Ay nə bilim fal, od üzərindən tullanmaq, evi təmizləmək, qəbirləri tavaf etmək və s. Subhanallah. Bir özümüzə sual verək. Bizi yaradan kim, qardaşlar? Allah. Bizə ruzi verən kim? Allah. Əmrində mütləq qalib olan kim? Allah. İzzətin sahibi kim, qardaşlarım? Allah. Qahhar üstün olan kim? Allah. Tək və şəriksiz olan kim? Allah. Yenilməz qüvvət sahibi olan kim? Allah. Mətin olan kim, qardaşlarım? Allah. Bütün qullarına mərhəmətli olan kim? Allah. Möminlərə rahim olan kim? Allah. Bizi xeyirlə mükafatlandıran kim, qardaşlar? Allah. Ən zalımca günahlarımızı bağışlayan kim? Allah. Gələcəyimizi bilən kim, qardaşlarım? Allah. Ən uca olan kim? Allah. Ən azim olan kim? Allah. Ən gözəl olan kim? Allah. Ərşin sahibi kim? Allah. Yerin sahibi kim? Allah. Göyün sahibi kim? Allah. Bütün varlığın sahibi kim? Allah. Tək hökmran olan kim? Allah. Özündən başqa ilah olmayan kim? Allah. Özündən başqa Rabb olmayan kim? Allah. Elə isə Allah bizə yetər. O nə gözəl dost, nə gözəl vəkildir.